Xanımların və bəylərin sürücülük imtahanı keçərək vəsiqə qazanmasının hansı görünməyən tərəfləri var? Yaxud qadınların sürücü olmasının hansı üstünlükləri var? Cəmiyyətdə elə qadınlar var ki, həyatı müddətində heç vaxt öz imzası ilə bir uğura nail olmayıb, yaxud buna mane olanlar olub. Elə qadınlar var ki, həyatı boyu həmişə qarşı cinsin nümayəndələrindən asılı halda yaşayır və bu vəziyyət davam etməkdədir. Bir qadının sükan arxasında olması onun özünü özgüvənli hiss etməsi deməkdir. Çalışdığı yerə öz avtomobili ilə gedir, övladlarını gəzintiyə öz avtomobili ilə çıxarır, məktəbdən götürür, evinə bazarlıq edir və s. Sükan çarxını çevirmək həzzini qadınların da yaşaması haqqı var. Bəzən kiçik bir uğura imza atmaq insanda necə bir motivasiya və inam hissinin yaratmasını ağlınıza belə gətirə bilməzsiniz. Mənim bir qadın tələbəm dediyinə görə ömrü boyu ilk dəfə bir uğura imza atmışdı. O sürücülük imtahanı keçmişdi. 3 ay sonra orta ixtisas təhsilini ali təhsillə əvəz etmə prinsipini irəli sürdü və ona da nail oldu. İndi isə uşaqlığından bəri öz sevdiyi peşəsində çalışır. Əziyyətdən qorxmaq Azərbaycan qadınına yaraşmayan xüsusiyyətdir. Uğur gec əldə oluna bilər. Bu, heç əldə olunmayacaq qənaətinə gəlmək demək deyil axı. Bovenark deyirdi ki, çox tez əldə olunmuş uğur həmişə keçici olur. Çünki o istedadın yox, təsadüfün bəhrəsidir. Həyatında yaşadığın çətinliklər səni niyə həvəsdən salmalıdır? Bəzən həyatında aldığın zərbə həyatının dönüş nöqtəsinə çevrilər və həyatını büsbütün dəyişər. Fərqinə belə varmazsın. Ona görə həyatında baş verən bütün hadisələri anlam verməyə çalış və yaxşı tərəflərini kəşf et. Əmin ol ki, bu daha doğrusudur. Bir el deyimi var, deyir, dama-dama göl olar. Bu məsələyə təkcə bir prizmadan baxmaq olmaz. Həyatın istənilən sahəsinə bu məsələ tətbiq edəndə görürük ki, ortada danılmaz bir həqiqət var. İnsan doğulduğu gündən ta dünyasını dəyişənə qədər öyrənir. Əslində ilə öyrəndikləridir onun şəxsiyyətini formalaşdıran, ona məxsus olan məni yaradan. İnsanın kamilliyi onun öyrəndikləri deyil, bu təqlid sayılır. İnsanın kamilliyi öyrəndiklərini həyatında özünə məxsus tərzdə, öz imzası ilə tətbiq etməsidir. Bizi biz edən də illərlə dama-dama topladıqlarımızdır. Lakin əsas məsələ onu olduğu kimi özümüzkiləşdirmək yox, özümüzə xas keyfiyyətlərlə individuallaşdırmaqdır. Öz öyrəndiklərinizi, uğurlarınızı, həyatda əldə etdiklərinizi başdan sonra özünüz əldə etməyə çalışın. Uğurunuz beyninizdə onu reallaşdırmaq arzusu olan gündən ta onu əldə edənə qədər sizin imzanızla tazlansın. Bunu mən etdim, bu mənim uğurumdur deyə biləsiniz. Sizin uğurlarınız başqaları üçün mənasız və kiçik görünə bilər. Əsas məsələ sənin bu məsələyə hansı aspektdən yanaşmağındır. Heç kəsə icazə vermə ki, sənə bacarmazsan desin. Çünki zaman gələr, əksəriyyəti necə bacardın deyərlər. İçinizdəki gücü idarə etməyə bacarın. Heç kimin edə bilməyəcəyini, edəcəyinizə inanın. Sənə inanmayan həmin o kütlə, sən o uğura imza atandan sonra sənin yolunla getməyə can atacaqlar. Buna əmin ol. Ola bilər sizə heç kim inanmasın. Öz inamınız yetərlidir. Ona görə də təkrar yox, fərqli olmağa çalışın. Necə deyərlər, trend yox, brend olun gənclər. Dünyada 8 milyard insan olmağına baxmayaraq, hər kəs fərqlidir. Hər kəsin barmaq izləri bir-biri ilə təkrarlanmır. Bəs biz niyə həyatda kiminsə, yaxud öyrəndiklərimizi birə-bir təqlid edərək yaşamımıza davam edək? Əksər insanların getdiyi yoldan gedək. Axı biz hər birimiz individual olaraq yaradılmışıq. Hər kəs özü kimi fərqli, təkrarı olmayan bir yol seçib, öz uğurlarına imza ataraq ömür səhifəsini özünə məxsus tərzdə yaşamağı bacarmalıdır. Başlamaq üçün ən dibə getmək lazımdır, get. Bir şey etmək üçün daha çox çaba sərf et. Getmək üçün yol olmayan yoldan get ki, izin qalsın. Başqası yox, özünüz olun gənclər. Diqqətiniz üçün təşəkkür edirəm. Sizinlə mən idim, Azər Quliyev.